bir daha hər birinizi salamlayırıq. Dostlar, Radio Enerji 101.1 FM'də 100% enerji səhər şousunu dinləyirsiniz. Studiyada bizik təbii ki ikinci saatımızdayıqsa, biz burada tək deyilik. Sizinlə faydalı saatımızda qonağımızla birlikdəyik. Qonağımız Həmidə Adilovadır. Müslüm Maqamayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının musiqi redaktoru. Xoş gəlmisiniz. Sabahınız xeyir olsun. Çox sağ olun, sabahınız xeyir, xoş gördük. Xoş eşitdik. Necə gəldiniz? Çox yaxşı gəldim, sizi dinləyərək gəldim yolda. Bəli, maraqlı suallarınızı da dinlədim. Təşəkkür edirik. Elə günümüzün sualını da sizdən soruşacağıq, amma ona qədər ənənəvi sualım var mənim ki, bütün qonaqlara bu sualı verirəm. Səhər yuxudan duranda ilk nə edirsiniz? İlk təəssüf ki, telefona baxıram. Aha. Yəni bu bir pis bir adətdir deyə düşünürəm. Əslində daha gözəl sözlərlə insan yuxudan durmalıdır, özünə gözəl enerjilər verməlidir. Amma iş barədə birinci qaçdığım telefon olur. Telefon. Hamı kimi. Bəli. Sən hamı kimisən. Umandım hamı kimi deyilsən, amma təəssüf ki artıq hamı kimi belə olur. Dostlar, biz bugün həm musiqimizdən, incəsənətimizdən, filarmoniyamızdan danışacağıq. Suallarınız varsa suallarınızı yaza bilərsiniz, fikirlərinizi yazıb göndərə bilərsiniz. Nömrəmiz ixtiyarınızdadır. 077 44 77 101. Ümumiyyətlə, söhbət yaradıcılıqdan, musiqidən, redaktorluqdan gedirsə, hələ ki filarmoniyada bu böyük bir məsuliyyətdir, bu böyük bir incə deyirlər, bacarıqdır deyərdim həm də. Bax, bugün filarmoniyada redaktor kimi əsas məsuliyyətləriniz nələrdir? Onlardan danışaq və filarmoniyada musiqi redaktoru olaraq bizim birinci vəzifəmiz və ən əsas görməli olduğumuz iş konsertə gələn izləyiciyə maksimum əlimizdən gələn ən yaxşı şəkildə göstərməkdir konsert barədə. Təbii ki, konsertlərdə müəyyən çətinliklər olur, müəyyən problemlər yaşanır, amma o hamısı arxa fonda qalmalıdır və biz işçi heyəti olaraq onları tamamilə izləyiciyə heç hiss etdirməməli və çox möhtəşəm bir konsert keçməlidir. Hiss edən olubmu heç? Baxır problemə. Yəni bildiriblərmi görəsən ki, budur, belə. Yəni səhnədə əgər hər hansısa bir nüans varsa, izləyici bəzən onu hiss edə bilər, amma arxada bəzən kaos olur, bəzən hansısa solist çatmır və yaxud da ki, kiminsə halı pisləşir. Yəni biz tez nömrələrin yerini dəyişirik və izləyiciyə heç bir şey hiss elətdirmirik. Az əvvəl bizim prodüserimiz də dedi elə onunla bağlı. Universitetdə təhsil aldığı vaxtda tez təcili tibbi yardım gəlirdi müəllimləri üçün. İndi həm də xanım da deyir ki, kimisə halı pisləşir. Niyəsə onu arxa düşündüm. fonda bəli, onları da elə qoruyub saxlamaq lazımdır, bildirməmək lazımdır. Ümumiyyətlə mən filarmoniyanı iki hissəyə bölürəm özümdə. Bir filarmoniya bağını, bir də filarmoniyanın özünü. Bəzən olur, düzdür, istərdim ki tez olsun, bu yaxınlarda da elə oldu, daha çox olsun. Həmin o filarmoniya bağı ərazisində də açıq hava şəraitində insanlara peşəkar və necə deyim, mükəmməl bir konsert tədbirləri, kiçik bir konsertcik deyim də, onda konsert parçaları, hissələri çox gözəldir. Bax, bu kimi planlar, bu kimi tədbirlərin keçirilməsi nə qədər zaman alır, hazırlanma müddəti və niyə görə biz az hallarda bunu görürük? Öncəliklə onu deyim ki, filarmoniya bağının filarmoniyaya hər hansısa bir ərazisinə aidiyyatı yoxdur. Yəni biz sadəcə filarmoniyanın qış zalında, yay zalında və həmçinin 28-də yerləşən Kirxada, yəni Kamera Varqa musiqisi zalında fəaliyyətimizi göstəririk. Təbii ki, bizim kollektivlər başqa yerlərdə də çıxış edirlər, başqa səhnələrdə də çıxış edirlər, o da var. Amma biraz daha klassik və akademik musiqidən danışanda sizin o dediyiniz tərz biraz uyğun gəlməyə bilir. Yəni siz dediyiniz tərz daha belə gənclərin əyləşdiyi tərzdir. Təbii ki, onu eləyən başqa qurumlar da var, içəri şəhərdəki konsertlər də var. Bizim öz musiqiçilərimizin iştirakı ilə də baş verir bəzən bu. Proses baxır konsertə. Yəni bir konsert, məsələn, təşkilatçı necə bir konsert istəyir? Məsələn, film musiqisi mi istəyir, yoxsa Azərbaycan milli musiqilərimi istəyir? Bu biraz vaxt alır. Ən peşəkar musiqiçilərlə düşünürəm artıq 3 məşqdən sonra bir konsert, tam rahat bir şəkildə bir konsert vermək olur. 3 məşq bir ay mı əhatə eləyir? Bir ay ərzində tutaq ki 3 məşq olur və sonra da bir konsert baş verir. Amma belə detallar da olur da, bəzən notlar olmur, not yazılması lazım olur. Bəzən nə bilim alət təşkil etmək lazım olur. Bəli. Ya bəlli olan əsərlərdən söhbət gedirdi. Onların notları yoxdur ki. Bəlli olan əsərlər, hamımızın qulağına aşina olan əsərlər, əgər not da hazırdırsa, hətta peşəkar musiqiçi 2 məşqə belə bunu yetişdirə bilir. Bax elə peşəkar musiqiçi 2 məşqlə bunu yetişdirir.
Amma düşünürəm ki, tələb və təkliflər var. Bunlara açıqsızmı? Məsələn, dövrümüzdə müasir dövrlə klassik musiqi balansını sizdən necə saxlayırsınız? Tələb edənlər varmı ki, klassiklər bəsdir, artıq biraz müasirdir? Və ümumiyyətlə filarmoniyada musiqi seçimində hansı kriteriyalar nəzərə alınır? Sizə belə deyim, bizim musiqi dövrlərimiz çox olub. Yəni biz barokkodan başlamışıq, romantizm, klassisizm, bunlar hamısı hər bəstəkardan gedib. Yəni məsələn baxsaq, Beethovenlə Chopin'in tamam musiqisi bir-birindən ayrıdır. Çünki tamam fərqli dövrlərdədir. Hal-hazırda olduğumuz dövr müasir musiqi dövrüdür. Amma məncə bu çox insan tərəfindən sevilmir. Çünki biraz qəribə səslənir. Çox sevən insanlar da var, amma izləyicilər daha çox qulağının aşina olduğu əsərləri sevir. Məsələn, biz afişamızda fikir vermişəm ki, bilinən əsərlər yazdığımız zaman izləyicilərin daha çox marağını cəlb edir. Adama deyərlər yeməmsən qaz ətini, nə bilirsən ləzzətini. Gəl, eşitmədiyivə də qulaq as, bəlkə xoşuna gəldi. Eynən, elə izləyicilərimiz də var. Hər tərzi sevənlər də var. Amma yəni eşidilən, öyrəşilən musiqilər daha diqqət cəlb eləyir deyə düşünürəm. Yaş kateqoriyası tamaşaçılar arasında? O biraz konsertə görə dəyişir. Məsəl üçün, daha çox milli musiqilərimiz olduğu zaman fikir verirəm ki, orta yaş, xalalarımız, əmilərimiz yaşındakı şəxslərin daha çox marağını çəkir. Çünki onların da sevdiyi musiqiçiləri ifa edir, nə bilim, Almaz Orucovadır, Teyyub Aslanovdur, Feruz Səxavətdir. Bunlar çıxış etdiyi zaman sanki onların daha çox marağını çəkir. Daha belə klassik musiqi olsun və yaxud da ki, başqa tərzdə müasir musiqi olsun, o biraz daha gənclərin marağını çəkir. Yəni o biraz dəyişkəndir. Baxır konsertdə. Klassik gənclərin marağını çəkir. Bəli, var. Çox gözəl. Mən elə bilirdim ki, tək adamlardanam, nə gözəl. Yox, əksinə mən düşünürəm ki, gənclər klassikdən başlayır öyrənə, bilə-bilə, tam əmin olarlar müasir musiqi zövqünə qədər və onların müqayisəsini aparırlar. Yeri gəlmişkən elə onların müqayisəsini aparan gənclər hazırda o qədər aktivdirlər, elə özümlə rastlaşıram və bu sevindirici haldır. Yaş kateqoriyasını mən ifaçılar arasında istəyirəm biraz müzakirə edək. Hansı ki, təcrübəli orkestrdən belə də ifa edənlər, yəni keçmişlər. Hətta gənclərlə bu balansı necə saxlayırsınız yaş kateqoriyalarında? Yeni başlayanlar mı deyim, marağı olanlar mı deyim, istəyirlər, çalışırlar? Əslində sizə belə deyim, musiqidə yeni başlamaq deyə bir şey yoxdur deyə bilərəm. Çünki hər birimiz, içi mən daxil, minimum 6-7 yaşında musiqiyə başlayırıq. Bəli. Və musiqiyə başladığımız andan etibarən, ilk əsəri öyrəndiyimiz andan etibarən biz artıq səhnəyə çıxırıq. Yəni biz uşaq vaxtından beynimizə orkestr, musiqi, səhnə, həyəcan, bunlar hamısını kontrol etmə bacarığına sahib oluruq. Ona görə də artıq 20-li yaşlara gələndə elə professional musiqiçi var ki, heç kim ona demir ki, bu cavandır, bu hələ uşaqdır, bu bacarmaz. Çünki o qədər böyük bir istedadla gəlir ki, çünki uşaqlıqdan bəri. Ona görə o məncə yaşa görə deyil, istedada görədir. Amma belə bir haşiyyə çıxım da, təbii ki, razıyam istedada görədir. Psixoloji hazır olmaq tamam başqa bir nüansdır. Çünki psixoloji hazır deyilsən, amma özün çox istedadlısan, çox bacarırsan və izləyici kütləsi səni həyəcanlandıra bilir. Yəni belə bir münasibətləriniz olurmu ki, psixoloji hazırlamaq və s. və axır? Olur. Bunun öz belə necə deyim, taktikaları da var. Əslində daha çox sakitləşmək üçün, amma nə edirsən elə o səhnəyə çıxdığın zaman ki, o minlərlə insan sənə baxır, istərsəmiz insan biraz həyəcanlanır. Məsələn, uşaq konsertlərində bizim konsertlərimiz olur tez-tez, uşaqlar gəlir konsertlərə və mən onlara həmişə yaxşı enerji ötürürəm, sən bacaracaqsan, bu sənə artıq neçənci səhnəndir deyə onu sanki səhnəyə yoğuraraq öyrəşdiririk. Amma diqqət eləməli olan nüanslardan biri odur ki, biri telefon zəng gələ bilir, təəssüf ki, telefonlar bəzən söndürülmür, şəkil çəkilə bilir, kimsə danışa bilir. Bu nüanslarda qətiyyən musiqinin içindən çıxmaq lazım deyil. Bu da zaten olsa səhnəyə çıxa-çıxa yorulur insan. Mən adətən indi İnanmıram ki, dinləyən olmasın və yaxud da bir dəfə də olsa təsadüfən də olsa eşidən olmasın, amma əgər varsa mütləq şəkildə getsinlər, dinləsinlər. Valsin kralı deyirlər ona. Andre Rio'dan söhbət gedir. Onun o performansları, onun o konsertləri izləyəndə, yəni mən çox belə depressiv və yaxud da əsəbi hallarda olanda tam səslə onu evdə qoyuram, öz otağımda, yəni möhtəşəm bir eyfariya gətirir insana. Bizdə Andre Rio kimi olan biri var, yoxsa yoxdur? Var. Əslində o biraz
axtarmaqdan da asılıdır. Yəni hər zövqə uyğun musiqiçi, bəstəkar. Yəni hər musiqi sahəsi o qədər genişdir ki, istədiyiniz qədər musiqi növləri tapa bilərsiniz. Yəni öyrəşdiyimiz musiqilərdən kənara çıxıb əslində biraz araşdırma eləsək, yeni bəstəkarlarımızın özündə o qədər gözəl yaratdığı əsərlər var. Var, əlbəttə var. Amma səviyyə olaraq mən soruşuram. Məsələn, bizim filarmoniyada olubsa, xahiş edirəm ki, olub, mənim xəbərim yoxdursa, bu mənim günahımdır. Tutalım elə götürək Azərbaycan filmləri. Azərbaycan film musiqilərindən ibarət konsert təşkil olundu mu bu nə vaxtsa? Təbii ki, Azərbaycan film musiqilərində məsələn bizim qulağımızın aşina olduğu çox musiqilər var ki, o bizim üçün adi musiqidir, amma nə vaxtsa bir filmdə də səslənir. Bəli. Elə musiqilərimiz də səslənir. Bu Arif Məlikov olsun, Qara Qarayevdən olsun, Xəyyam Mirzəzadədən olsun. Bəli, əlbəttə bunlar səslənir mütəmadi olaraq. Bəzən proqramın içində 2 əsər kimi olur, amma yəni proqramda başqa əsərlər də var. Yəni biz ümumiyyətlə filarmoniyada əsas məqsədimiz hər zövqə uyğun konsert keçirməkdir. Yəni istər 6 yaşında uşaq gəlsin, istər 60 yaşında biri gəlsin, fərq etmir. Hər kəsin zövqünə uyğun konsertimiz mütləq şəkildə var. Bir ara belə deyirdilər ki, teatrlara maraq yoxdur. Biz bu problemi aşdıq. İndi teatrlara nə xoş ki, maraq var. Bəs filarmoniyada necə? Son bir 10 ili müqayisə etsəz əgər musiqi redaktoru olaraq, bugünkü nəticə nədir? Maraq nədir? Mən özüm 5 ildir işləyirəm hal-hazırda filarmoniyada. Konsertlərin sayı daha da artıb deyə bilərəm. Çünki sosial şəbəkə dəstəsinə həyatımıza daha çox girib və dəstəkdir. Bəli, artıq dəstəkdir. Daha çox insanlar izləyir. Bəzən hər kəs afişada yolda getdiyi zaman afişalara baxmaya bilər, amma Instagrama girir, WhatsApp-a girir, bu zaman görür. 5 il ərzində yəni çox böyük faizlə izləyicimiz artıb. Maraq da çoxdur. Hətta izləyici mədəniyyəti deyə bir şey də formalaşıb. Yəni artıq heç kim səs-küy salmır, telefonlar söndürülür. Gözəl. Kamera çəkdiyi zaman özündən yuxarı kameranı qaldırmır. Yəni hər kəs artıq gəldikcə formalaşır konsertlərimizə və biz qiymətlərimizi, yəni bilet qiymətlərimizi çox minimumda saxlamışıq ki, hər kəs gələ bilsin. Tələbələr də gəlsin, kim istəyirsə gələ bilər. Neçədən başlayır qiymətlər? 4 manatdan başlayır biletlərimiz. Mən düşünürəm bu çox uyğun bir qiymətdir. Çox uyğun qiymət. Yəni maksimumda 20 manatdır bu arada, yəni maksimumumuzda odur. Yəni 4 manat uyğun deyil, yəni demək olar pulsuzdur. Eynən. Çox. Bildiyim qədərilə əvvəl 3 manat olub, hə? Yoxsa 3 manat bizim Kamera Varqan musiqisi zalımızdadır. 4 manatdan başlayır ki, hər kəs gələ bilsin də, yəni. Bəli, çox uyğun qiymətdir. Bu arada fasilə ayrılırıq. Dostlar, sizin də suallarınız varsa, ünvanlaya bilərsiniz. Qonağımız Həmidə Adilovadır. Müslüm Maqamayeva adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının musiqi redaktoru. Həmidə xanım, sizin tutduğunuz mövqe biraz həm çətindir, həm məsuliyyətlidir, həm də qərar vermək anı kimidir deyək. Təbii ki, burada digər faktorlar da olur, müdaxilələr ola bilir. Bax, redaktor kimi sizə ən çətin başa gələn qərar hansı olub? Ki, mən bu musiqi, təbii ki, filarmoniyada səslənən musiqilərdən və s. və yaxar bundan gedir ki, zövqünüzə görədir, amma qərar olaraq digərləri önə çıxarılıb və s. və ilaxır. Yəni, bir var şəxsi yanaşma, bir də var işə iş yanaşması. İşdə əslində mən musiqi barədə çox bir qərar vermirəm. Yəni bizə artıq aylıq planlar gəlir və artıq hər kollektivin rəhbəri özü bizə deyir ki, bu əsərlər ifa olunacaq. Mənim üçün orada çətinlik olmur. Mən artıq onun dizayn hissəsinə baxıram, afişaya baxıram, aparıcı mətninə baxıram. Mənə biraz məsələn afişa dizaynında çətinlik olur bəzən. Çünki hər zövqdə insan var və bəzən çox qəribə zövqlər istəyirlər, bəzən çox qəribə bir afişalar istəyirlər. Orada biraz orta yolu tutmaq. Amma musiqi üzərindən təklifləriniz ola bilər də, məsələn, bunu edək və s. Əgər məsələn izləyicilər tərəfindən mənə hər hansısa bir müraciət olunursa ki, biz bu əsəri çoxdan da eşitmirik, bunu mütləq eşitmək istəyirik. Bəli, mən kollektivlərin rəhbərlərinə onu bildirə bilərəm ki, izləyicilər bunu gözləyir. Yeri gəlmişkən mən istərdim qısa da olsa bu barədə məlumat verim. Elə filarmoniyamızda deməli afişada noyabr ayının artıq demək olar ki, bütün planı hazırdır, paylaşılıb. Siz də elə filarmoniyanın rəsmi saytına daxil olub izləyə bilərsiniz, maraqlana bilərsiniz. Məsələn, sabahki tarixi mən deyə bilərəm, 30 oktyabrda səhnədə və kadrda Namiq Sultanov pianoda konsert keçiriləcək. Ona görə müraciət eləyə bilərsiniz. Eyni zamanda digərləri üçün də konsertlər hamısı gözəldir. Və filarmoniyada sözsüz ki, çalışanlar peşəkarlardır. Akademik səviyyədə olan insanlardır. Amma bu akademik səviyyədə olan insanlar, hansılar ki, xalq artistləri,
əməkdar artistlər və yaxud da bu kimi fəxri adları olmayanlar belə olsun, akademik insanlardır. Çünki akademik filarmoniyada fəaliyyət göstərirlər. Aha. Bu şəxslər, siz daxil, evə gedəndə, televiziyanı işə salanda, orada hansısa bir ifaçını, hansısa bir müğənnini, onun lüks həyatını, onun bahalı geyimlərini, avtomobilinin, villasını, lap belə kökündən vursam həcisini, bu barədə məlumatları eşidəndə, bu siz və yaxud da akademik filarmoniyada çalışanlar üçün bir demotivə olur, yoxsa yox? Yox, olmur. Düşünürəm ki, hər kəs məqsədi nədirsə, o məqsəd üçün çalışır və ona doğru gedir. Yəni, hər kəs pul qazanır. Pulu hara xərcləyəcəyi artıq öz seçimidir. Kimisi ev alır, kimisi maşın, kimisi şəxsi maraqlarına görə. Yəni, şəxsən öz adımdan danışım ki, məndə hər hansı bir qısqanclıq olmur. Çünki mənim planlarım tamam başqadır. Yox, qısqanclığa demirəm, amma biraz belə gərginlik, əsəb ki, yəni həmin şəxsə bu hara, musiqi hara. Yox, ümumiyyətlə də, yəni musiqimiz televiziyaya baxanda deyirəm, amma radiolara yox, radiolar şükür ki, yaxşı səviyyədədir. Amma ki, televiziyaya baxanda, yəni niyə bizim musiqimiz bu gündədir kimi fikirlər gəlir mi ağlınıza? Mən daha yaxşı tərəfdən baxmağa çalışıram. Daha yaxşı musiqilərimizi dinləyib, daha yaxşı musiqiçilərimizi dinləyib, hələ də varlar və davam edirlər. Onların yetirmələri də var deyə düşünüb daha da motivasiya oluram. Gözəl. Aha. Bax elə musiqidən danışmışkən mənə də maraqlıdır musiqiyə baxışınız. Həm də ki, belə deyək də bir redaktor olaraq fikriniz də çox maraqlıdır. Sizcə musiqini dövrümüzdə müasir musiqilərdən çox şikayətlər eşidirik. Təbii ki, bir hissəsindən şikayətlənirlər, bir hissəsi deyir ki, yox, çox gözəldir. Bugün günümüzdə musiqilərdən nələr çatışmır? Ümumiyyətlə səmimiyyətmi, yoxsa doğru müraciətmi, yoxsa bu cəmiyyətin tələbatı mı? Yoxsa duyğumu, yoxsa sözmü, yoxsa bəstəmi? Əslində hal-hazırda bayaq dediyim kimi müasir musiqi dövrüdür və təzə bir dövr olduğu zaman insanlar tərəfindən bu biraz yadırğana bilir bir müddət. Amma tam musiqinin dərinliyini bilən, hətta yəni nəzəriyyətçilərimiz, bəstəkarlarımız sanki daha da anlayırlar onu. Bu biraz zaman alacaq. Təbii ki, öyrəşmək müasir musiqiyə. Məncə bu bir hələ öyrəşməmişik. Mən düşünürəm ki, tam olaraq retro musiqilərə daha çox maraq var, nəinki müasir bəstəkarların musiqilərinə. Amma biz məsələn filarmoniyada müasir musiqi günləri keçirərək, festivalları keçirərək insanları daha da sanki qulağına aşina edirik musiqiləri. Aha. Telefon xəttində dinləyicimiz var. Qəbul edək. Alo, sabahınız xeyir olsun. Sabahınız xeyir, vaxtınız xeyir. Vaxtınız xeyir. Necəsiz? Yaxşı olasınız. Mənim sualım Həmidə xanımadır. Özünüzü təqdim edin zəhmət olmasa. Orxan da deyəsən bizdən. Orxan. Buyurun Orxan. Deməli, biz musiqiçi ailəsindənik və mənim övladım da musiqiçidir. Gözəl. Filarmoniyada konsertdə iştirak etmək üçün, yəni mənim övladımın nələr etmək lazımdır? Tamaşaçı kimi yox da konsertdə iştirak etmək üçün, eləmi? Bəli, əlbəttə. Oğlunuz hansı alətdə mi ifa edir, yoxsa ifaçıdır, yoxsa? Bəli. Violonçel alətində ifa edir. Neçə yaşı var? 8 yaşı var. Prosesdən danışmaq istəyir ki, necə olur, necə müraciət? Başqa sualınız varmı? Can sağlığı uzun ömür. Təşəkkür edirik. Həmcə xanım indi açıqlamanı verəcək, diqqətlə dinləyin. Elə mənim danışmaq istədiyim gözəl bir layihəmiz var ki, hansı ki bu filarmoniyanın öz nəzdində yaranan və 2016-cı ildən bəri fəaliyyət göstərən Gənclərə Dəstək layihəsidir. Bu Gənclərə Dəstək layihəsinin direktoru Murad Gözəlzadədir. Salamlayırıq. Təşəbbüs eləyən Mədəniyyət Nazirliyidir və layihənin koordinatoru da sənətşünaslıq üzrə fəlsəfə doktoru Ayla Kərimova Zəkəriyyədir. Hansı ki bu Gənclərə Dəstək layihəsi artıq 10 ilə yaxınlaşır ki, fəaliyyət göstərir. Məqsədi sadəcə gənclərə yol açmaqdır, milli musiqilərimizi qorumaqdır, gənclərə necə deyim, dəstək olmaqdır adından görüldüyü kimi. Bu Gənclərə Dəstək layihəsi istər xarici ölkələrdə olsun, istər filarmoniyada, istər Kirxada hər ay dəfələrlə olur və biz müxtəlif uşaqlara, hətta indi bizim baxıb nə istedadlıdır bir gənc dediyimiz uşaqlar belə o layihədən çıxıblar deyə bilərəm. Ona görə məsələn o layihəyə yönləndirə bilərlər övladlarını ki, müraciət edə bilərlər. Uşağın oxuduğu məktəbin direktoru filarmoniya ilə əlaqəyə keçə bilər ki, tutaq ki, belə bir uşaq var. Biz onu öz məktəb konsertimizdə çıxardacağıq və ya ki, Gənclərə Dəstək layihəsini biz sevə-sevə həmin uşağı qəbul edək. Həmidə xanım, mən sizdən efirdə bir xahişim olacaq.
olacaq. Gəlin belə eləyək. O məktəb direktoruna, musiqi məktəbinin direktoruna əziyyət verməyək. Niyə? Çünki bəzən bizdə olurdan valideyn müraciət edir. Problem yoxdur deyib öz tanışı gedir. Bunu qoyaq bir kənara. Gəlin elə birbaşa sizin vasitənizlə bizim bu gün sizi dinləyən dinləyicimizə kömək eləyək. Biz sizə yönləndirək onun əlaqə vasitəsini. Siz və yaxud da sizin əməkdaşlarınızdan kimsə əlaqə saxlasın, bütün məlumatları götürsün və proses reallaşsın. Əgər uşaq hər hansı bir musiqi məktəbində çıxış elirsə, yəni musiqi savadı varsa, həvəskar deyil, sadəcə musiqi savadı varsa, biz sevə-sevə həmin uşağı qəbul edərik. Gözəl. Dinləyicimiz adı nə idi? Orxan bəy məsələnizi demək olar ki 90% həll etdik. Təbriklər və təbii ki uğurlar. Davam edirik. O qədər maraqlı gedir ki, həm bu pərdə arxası məsələlər, söhbətlər, reklam vasitəsində biz demək olar ki, bir çox məsələlərdən danışdıq. İndi istəyirik ki, məhz musiqimiz, amma akademik musiqimizdən danışaq, söhbətimizi davam etdirək. Bəli, akademik musiqidən danışacağıq, söhbət edəcəyik, onsuz da davam edirik, amma mən bir də maraqlı istəyirəm bir özünüzdən danışasınız. Təbii. Hansı ki, həm də viola ifaçısısınız və təbii ki, bugün musiqi redaktoru işləməyinizin əvvəlində bir özünüzə, necə deyim, peşəkar kimi hiss etdiyiniz bir ifaçı, musiqiçi dayanır mütləqdir, əlbəttə. Niyə görə məhz viola və davamiyyət necə gedir? Yəni skripkanı niyə davam etdirmədiniz? Mən 7 illik musiqi məktəbini bitirdim skripka üzrə, violin üzrə bitirdim. Daha sonra professor Tofiq Aslanovla qarşılaşdım, yolum kəsişdi və o mənim əl quruluşumun, bədən quruluşumun violaya daha uyğun olduğunu və ümumiyyətlə violaya tələbatın daha çox olduğunu mənə dedi. Deməli, təkcə əl kifayət etmir də, bədən quruluşu yəni biraz daha bəli, incə barmaqlardansa daha biraz yekə əl deyə bilərdim. Yəni biraz çox xırda sümüklü birilərinin yəni uyğun olmayacağı bir alət olduğunu düşünürdü. Yəni təbii ki, föylen eləyə bilər, o bir problem deyil, amma yəni məni o yönə yönləndirdi və öz ixtisası da violaydı bu arada. Daha sonra mən viola alətinin səsini eşitdikdən sonra o alətə vuruldum sanki. Yəni heç skripkanı o qədər bəyənmirdim deyə bilərəm. Skripka violadan daha incə səsli bir alətdir. Viola isə violonçellə skripkanın tam ortasında olan bir alətdir və insan səsinə ən yaxın alət viola sayılır. Mən onu dinlədikdən sonra vuruldum o alətə və artıq magistr və bakalavr və magistr təhsilimi də viola ilə bitirdim. Ya hal-hazırdakı olduğum vəzifədə də yəni musiqiçi olmağımın çox böyük rolu var. Bəs tədrislə necə? Məşğulsunuzmu? Gənclər, yeniyetmələr, onların hazırlanması, akademik səviyyə çatmalarına dəstək. Mən şəxsən yəni müəllimə kimi fəaliyyət göstərmirəm hal-hazırda. Bir yəni orkestrda çalışıram, özüm şəxsən ifa eləyirəm konsertlərdə, amma müəllimə kimi, pedaqoq kimi fəaliyyət göstərmirəm, amma fəaliyyət göstərən çox yəni mənim yaşımda digər tanışlarım var. Siz niyə etmirsiniz? Həm birincisi vaxtım yoxdur hal-hazırda, sözün açığı. İkincisi də ki, heç özümü sınamamışam. Hələ ki, istədiyim bir şey deyil, amma məncə bir müddət sonra da o da ola bilər. Niyə də yox? Mən də ciddən məşğul olmaq və onun üzərində getməyi də düşünürəm, maraqlı olardı. Həm də ki, viola ifaçılarım, bilmirəm, sözün açığı bəlkə desəm yalan olar və ya doğru, çox aktiv deyirlər sanki. Biz daim skripka eşidirik, gənclər skripkaya yönləndirilir, amma viola, ya da violanı görür deyə elə bilir deyirlər, o da skripkada. Mən buna görə düşünürəm ki, dəyər. Bu arada mən istəyirəm zamana uyğun bir sual verim sizə. Süni intellektlə bağlı. Bax, süni intellekt bəstəkarlıq edə bilir. Süni intellekt şair ola bilir. Süni intellekt hekayə yaz. Hər şey edir. Musiqi redaktorluğunun süni intellekt tərəfindən təhlükə altına alındığını hiss edirsinizmi ki, gələcəkdə bax bu da bu yöndə də ola bilər? Şəxsən hal-hazırda elə bir şey hiss etmirəm. Çünki mən hər konsert üçün onun rəhbərləri ilə, onun dirijoru ilə, solistləri ilə birə-bir kontaktda oluram və onlarla danışıb onların zövqü necədir, necə afişa istəyirlər, necə bir konsert keçirilsin istəyirlər, nə tərz bir aparıcı istəyirlər. Bunların hər bir detalını mən onlarla tam danışıb əlimizdən nə gəlirsə ən yaxşısını ona vəd edirik. Bunu bir süni intellektin elə biləcəyini düşünmürəm. Aparıcılar burada. Onu həll elədik. O hazır. Bizim öz aparıcılarımız da var. Xanımdır, Səmray xanım və Hüseyn ağa bəy. Onlarla birlikdə işləyirik. Yəni bu biraz birə-bir kontakt olduğuna görə bunu süni intellektin bacaracağını düşünmürəm. Yəni insan belə güclə bacarır deyə bilərəm ki, hər tərz insanla danışır. Həm də burada emosiya məsələsi var. Məsələsi var, yaradıcılıq məsələsi var. Yeri gəlmişkən, elə sizin sahənizlə bağlı olduğuna görə bu sualı vermək istəyirəm. Bizim bəstəkarlar ittifaqımız var. Eyni zamanda bəstəkarlıq ixtisası var ki,
hər il neçə məzun bu ixtisası bitirir. Müasir bəstəkarlarımızdan, istər üstü olan olsun, istər olmayanlar olsun, sırf viola üçün əsər yazan varmı kimsə? Viola üçün var, bəli, mənə də təkliflər gəlir bəzən. Sırf viola solo olmasa belə, tutaq ki, kvartet yazırlar. 4 dənə əsər üçün, onun tərkibində əlbəttə ki, viola da olur. Bəzən violanın solo ifa etdiyi də olur, amma bu nə qədər musiqiçilər tərəfindən maraq çəkir, nə qədər ifa edilir, yəni onu tam deyə bilmərəm, tam çox görmürük. Ümumiyyətlə mümkündürmü violada solo konsert? Əlbəttə ki, mümkündür. Yəni biz imtahanlarımızda solo vermişik, səhnədə solo. Yəni eşitdiyiniz bütün əsərləri violada ifa etmək olur, notları da var. Yəni bunun skripkadan sadəcə bir sim fərqi var. Aha, belə ola bilərdi. Yəni sadəcə belə bir solistə düşünək, orkestrla ifa edir, solistin səsi əsas götürülür. Burada isə violanın səsi olaraq əsas götürülüb, orkestrla bərabər. Yəni kölgədə qalmır da əsas. Əlbəttə ki, solo ifalar da. Bəli, solist olaraq o solo ifa olaraq önə çıxarılır. Gözəldir, təbii ki, möhtəşəmdir. Bəs beynəlxalq dərəcədə istəyirəm bir onlardan danışaq. Təkliflər, tələblər və sair və qastrol səfərləri. Olur, bəli. Bizim deyə bilərəm ki, hər ay qastrol səfərlərimiz var. Müxtəlif ölkələrə. Türkiyə olsun, Çin olsun, Yaponiya olsun, Avropa ölkələrində bizim bütün kollektivlərimiz gedir. Bəzən rəqs gedir, bəzən hansı orkestr gedir. Biz özümüz də həmçinin onlarla birlikdə gedirik. Amma məsələn duyğu olaraq sorsanız ki, ən gözəl duyğu hardadır? O bizim işğaldan azad olunmuş torpaqlarda verdiyimiz konsertlərdədir ki, biz çox tez-tez ora gedirik. Ağdamdır, Xankəndidir, Füzulidir, Cəbrayıldır. Yəni hər ay sanki biz normativ imiş kimi ora gedib gəlirik və ora çatdığımız zaman sanki o 6 saat, 7 saat yol gəlmiş kimi getmirik və orada verilən konsertin abu-havası tamamilə başqa olur. Sanki hər kəs illərdir bu anı gözləyirmiş və vətən borcumuş kimi də o ifanı eləyir. Oradakı konsertlər tamam başqadır. Yəqin ki, mənimlə razılaşarsınız. Təbii ki, işğaldan azad olmuş ərazilərimizə verdiyiniz o konsertlərin hərəsi öz yerində gözəldir. Amma düşünürəm ki, Şuşada belə bir konsertin olması tamam başqa bir his verir sizə. Bəli, əlbəttə. Bizim Şuşada Xarı Bülbül festivallarımız olur mayda. Yəni ondan əlavə də festivallarımız da yəni bizim olur. Qəbələ festivalımız olur, amma yenə deyirəm o işğaldan azad olmuş torpaqlarda bir təzədir deyə sanki duyğularımız da çox təzədir. Tamam başqa hava olur. Eynən, o şəhəri gəzməyin özü belə çox tamamilə başqa duyğulardır. Təbii ki, elə illərdir bayaq qeyd etdiniz, gözləyirmiş kimi, amma həqiqətən elə illərdir o anı gözləyirdik və həyata keçirdik. Mənə maraqlı olan belə bir söz var, deyirlər ki, musiqinin dili yoxdur. Həqiqətən mən də bu fikirlə razıyam. Musiqinin dili olmur. Onu hiss etmək lazımdır, yaşamaq lazımdır, ruha hopmalıdır. İşğaldan azad olmuş ərazilərimizi bildik. Özümüzünküdür, qanımızdır. Qastrol səfərlərdə bəs hansı ölkədə hiss etmisiniz ki, bu insanlar bizim musiqimizə daha çox bağlıdırlar? Türkiyə istisna. Türkiyə də özümüzünkilərdir. Digər ölkələrin hər birində, yəni biz proqram tərtib etdiyimiz zaman sadəcə öz musiqimizi aparmırıq ora. Biz onların musiqisindən də götürürük, öz milli musiqilərimizdən də götürürük ki, birlikdə, yəni hər kəsin zövqünə uyğun konsert olsun. Üzeyir Hacıbəylinin Koroğlu operasının overtura səsləndiyi zaman hansı ölkə olursa olsun, mümkün deyil ki, ölkə onu hiss eləməsin. Tar məsələn tanımayan ölkələr belə tarın səsini eşitdiyi zaman kövrəlməsin, kamançanın səsini eşitdiyi zaman. Ona görə yəni həqiqətən musiqinin də dili yoxdur. Mənə də onsuz da anamın musiqiyə qoymaq səbəbi oydu ki, istədiyin ölkəyə getdiyin zaman onsuz da 7 dənə notdur. Yəni hara getsən bu 7 notu özünə aparacaqsan. Başa düşəcəklər səni. Eyni şəkildə, yəni bizim milli alətlərimiz o qədər kövrək səsli, kamançadır, tardır. Nağaranın özü belə deyə bilərəm ki, tamam başqadır. Ona görə bütün ölkələr hiss edə bilir Üzeyrin, Fikrət Yağarayevin. Ən yaxını bəs. Həm də sizə belə necə deyim, rahat olan o ölkənin klassik ifasını səsləndirmək də sizə xoşdur. Biz özümüz alman musiqilərini öyrəşmişik, klassikadan ifa etdiyimizə görə sanki bizim qulağımıza da yatıb. Yəni xüsusi bir ölkənin adını çəkə bilmərəm. Hər biri, yəni hansı bir əsərdən təsirlənirlər deyə bilərəm. Ümumiyyətlə bax həmin ölkələrdə o təsirlənən xarici vətəndaş heç olubmu ki, sizə müraciət edib ki, mən də musiqiçiyəm, mən sizdə fəaliyyət göstərmək istəyirəm ki, sizlə birgə işə başlayaq. Olur. Filarmoniyada məsələn dəfələrlə xaricdən gələn musiqiçilərimiz var. Məsələn, sizin bayaq adını çəkdiyiniz Namiq Sultanovdur. Bir neçə gün əvvəl Fərhad Xudiyevdir. Onlar məsələn Amerikadan gələn bizim öz soydaşlarımızdır, Azərbaycanlılardır. Onlar məsələn Amerikada yaşayırlar, amma Azərbaycanda da gəlib öz konsertlərini verirlər. Koreyadan olsun, Türkiyədən olsun, Avstriyadan olsun bizim çoxlu dirijorlar və solistlərimiz tez-tez gəlirlər. Yəni biz sadəcə Azərbaycanın kollektivlərindən çalışmırıq. Solist və dirijorlar
kollektivlər belə. Bəli. Xarici vətəndaşlar ən çox bax tar deyirsiz də. Mən müşahidə etmişəm ən çox tarda ifaya, bir də ki milli bizim musiqiləri ifa etməyə solist olaraq daha çox meyllidirlər sanki. Yoxsa xaricdən gələn solistlər. Bəli, xarici vətəndaş. Xarici vətəndaşlar gəldiyi zaman öz alətləri ilə və öz proqramı ilə gəlir. Konsertə üçün gəlir də, yəni orkestrla ifa üçün gəlir. Amma marağını cəlb edirmi? Bizim alətlər belə çox maraq cəlb edir. Yəni ifa edəməndə məni də öyrədim, mən də baxım. Mən də çalışım, biraz belə hallar olur belə. Maraqlı olur əslində səslənmək. Necə ki xarici dildə danışırsan onlar üçün maraqlı gəlir, onlar da ifa edəndə tamam fərqli olur. Bu çox böyük bir vaxt almaz onun öyrənməyi, çünki yenə də simlərdir. Yəni bir qədər məşqlərdən sonra o da artıq aləti öyrənə bilər, amma həmin duyğu ilə ifa eləyə bilərmi onu bilmirəm. Mən burada bunu deməsəm olmaz. Əgər deməsəydim, peşəmə xəyanət etmiş olaram. Jurnalist olaraq mən bunu deməliyəm. Baxın, təxminən 42-43 dəqiqədə biz sizinlə söhbət eləyirik və bu günə qədər görülən bu qədər işlər, eyni zamanda gənclərə, uşaqlar üçün yaradılan az əvvəl dediyiniz o 10 il dediniz, yoxsa 16 il? 10 ilə yaxınlaşır. 10 ilə yaxın bu müddətdə görülən bu işlərə, bu qədər qastrol səfərlər, bu qədər konsertlər və s. və ilaxır mətbuatla koordinasiyanın zəif olması. Mən demirəm ki, yoxdur. Filarmoniya tərəfindən var, paylaşımlar var. Amma bu bəs etmir mənə görə, jurnalist olaraq bunu deyirəm. Çünki baxın, bir şeyin daha cəlbediciliyi olması üçün onun kütləvi şəkildə yayılması və insanlara çatdırılması çox önəmlidir. Təkcə bir afişə ilə və yaxud da bir rəsmi Facebook hesabına paylaşımla və yaxud da rəsmi sayta paylaşılması ilə bu yekunlaşmır. Burada ortaya girir vasitəçilər, jurnalistlər və bunun yayılması üçün koordinasiyanın yenə də təkrar söyləyirəm ki, demirəm yoxdur, amma bu koordinasiyanın daha güclü şəkildə olması çox vacibdir. Bəli, biz öz səhifələrimizdə bayaq qeyd etdiyiniz kimi afişalarımızı paylaşırıq, anons videoları paylaşırıq. Sonra konsertin necə keçdiyi haqqında bir Reels videosu paylaşırıq ki, baxsın ki, bu konsert belə keçib gələn dəfə də iştirak elə. Həmçinin bizi kanallardan olsun, digər jurnalistlərdən olsun, biz birə-bir kontaktayıq. Press relizlər yazılır, məlumatlar verilir, onlar da öz saytında paylaşır. Bəzən gəlib çəkirlər konsertləri, canlı efirlərdə olur. Çəkib televizorda da verirlər. Məsələn, Qəbələ festivalı özü belə televizorda hər anı göstərilirdi. Yəni biz əlimizdən gələni edirik. Təbii ki, bu getdikcə daha da artacaq. Gözəl. Və təbii ki, tək artsın, çünki bir ölkə onun mədəniyyətindən tanınır, sənətindən və bunu da çox qabartmaq və önə çıxartmaq lazımdır ki, bizim bu qədər milli, dəyərli, yəni çox gözəl klassik musiqilərimiz var. Necə onları qabartmayasan, önə çıxarmayasan. Həm də orada çalışan insanları da, yəni təkcə afişa və yaxud da konsertlə yox, fərdi şəkildə də onları önə çıxartmaq lazımdır. Təkcə televiziya ilə yox, elə sosial şəbəkə üzərindən olsun, müsahibələr olsun və s. və ilaxır. Ayrılırıq fasiləyə. Bəli, fasilədən sonra sizinlə rubrikamız var. Dostlar, davam edirik. Xatırladım ki, Həmidə Adilovadır bizimlə. Müslüm Maqamayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının musiqi redaktoru. Sizinlə bizim rubrikamız var. Deməli, olub-olmayıb adlanır. Biz sizə suallar veririk. Siz bu suallar yalnız olub ya da olmayıb cavabı verə bilərsiniz. Tamam. Düşünmək üçün 1 saniyə vaxtınız olacaq. Saniyəni eşidən kimi o ay. Elə hamı belə reaksiya verir. Onda hazırsınızsa başladıq. Başladıq. Görürsən olub-olmayıb. Orkestrda ifa edərkən qarşınızda səhvən başqa əsərin not kağızları olub-olmayıb? Olub. Vay! Skripka ilə violanın fərqini bilmədən sizinlə mübahisə edən olub-olmayıb? Olub. 100 var. Gecəni gündüzə qatsaz da ifa edə bilmədiyiniz əsər olub-olmayıb? Olub. Bu işdə pul yoxdur deyib sizi sənətinizdən döndərməyə çalışanlar olub-olmayıb? Olub. Bu sahədə hansısa şansı qaçırdığınız olub-olmayıb? Olmayıb. Səhv etsəm də özüm bilərəm deyib irad qəbul etmədiyiniz olub-olmayıb? Olmayıb, yox. Haqsız yerə işinə son verilən həmkarınıza dəstək çıxdığınız olub-olmayıb? Yox, elə bir şey olmayıb. Sosial şəbəkə üzərindən bəyənilib tanımadığınız şəxslər tərəfindən xarici ölkələrin birinə dəvət edildiyiniz olub-olmayıb? Olub. Rəqabətə qapıldığınız olub-olmayıb? Olub. Yuxuda hansısa bir əsər ifa edib və yaxud da bəstəliyib oyanandan sonra nota köçürdüyünüz olub-olmayıb? Yox, olmayıb. Və yaxud da ifa etdiyiniz? İfa etdiyim olub. Aha.
dinləyib, bu əsər çoxdan da yox idi, hafizəmdə deyib, sonradan ifa etdiyim əsər olub. Amma yuxu ilə əlaqəsi yoxdur. Yuxuda sadəcə xatırlamıram o musiqini. Maraqlıdır. Yuxuda yadına düşüb ki, belə bir əsər olub. Deməli, az əvvəl biz reklam fasiləsində hər bir işin ümumiyyətlə həm də bir sosial məsuliyyət tərəfi var ki, həmin o məsələlərdən də danışdı. Bizim qonağımız söylədi ki, ötən mövsümdə uşaqlarımız üçün, yəni valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün konsert proqramı təşkil olunub. Növbəti illərdə, növbəti mövsümlərdə ağıllar üçün, kimsəsizlər üçün planlaşdırılır və mənim bir xahişim də var sizdən. Məhz Filarmoniyanın özündə mütləq şəkildə düşünürəm ki, bu konserti keçirməlisiniz siz. Ora bizim bəzi müğənnilərimizi tamaşaçı kimi dəvət etməlisiniz və onlara bir konsert proqramı verməlisiniz ki, onlar da anlasınlar ki, musiqi nədir? İfa necə olur? Mahnı nədir? Və bir də oxumasınlar onlar. Çox istərdim ki, belə bir konsert olsun. Yəni elə bir dərs də, yəni budur. Biz bir dava deyirsəniz. Dövlət qurumu olaraq bəli, elə bir şey deyə bilmərik ki, gəlin dinləyin. Yəni dinləmək istəyən təbii ki, onsuz da bilir ki, necə musiqilər var və bunun piki hardadır. Yəni inkişaf eləmək istəyən və öz çərçivəsindən çıxmaq istəyən onsuz da gəlib özündən daha istedadlı musiqiçilər dinləyib onun yoluna gedə bilər. Gedə bilməyənlərin artıq o seçimidir. Biz onu məcbur edə bilmərik. Sözsüz ki, amma çox istərdim elə konsert olsun. Ay Allah. Özün o biletləri alıb paylayaram. Onları ki, get. Bu konsertə get. Get gör necə olur. Mənə maraqlı olan bir nüanslardan biri də qarşınızda başqa not kağızlarının olmasıdır. Həmin anda bir musiqiçi olaraq necə situasiyadan çıxmısınız? O bir video var, o gəldi gözümün qabağına, o not kağızı səhv olur. Bəli, o çox stressli bir andır. Həqiqətən. Belə ona görə yəni onu mənim özümün yaşamağımdan başqa gəlin sizə danışım, orkestra necə yaşatmağım. Tutaq ki, orkestr çıxır səhnəyə. Bəli. Orkestr çıxır səhnəyə və elə olur ki, onlar öz ardıcıllığı ilə getməlidir. Normalda qabaqlarında notların düzülüşü var. Amma elə olur ki, hansısa bir musiqiçinin halı pisləşir və ya da ki, tıxaca görə gecikir və mən əsərlərin yerini dəyişməli oluram. Və onlar əsərin yerini dəyişdiyimi sadəcə aparıcıya deyirəm və aparıcı elan verdiyi zaman onlar elandan eşidirlər ki, o əsər deyil odur və səhnədə bir kaos yaranmağa başlayır. Şık vərəqlər dəyişməyə başlayır. Yəni mən o hiss edirəm ki, onlar məncə nifrətlə baxırlar çıxanda ki, bütün sıranı dəyişdin də. Yəni amma məndən asılı olan bir səbəb olmur. Mənim üçün maraqlı olan bu məsələdə həmişə odur. Bu ifaçı, o notlar onsuzsa bunun beynində var da, düzdürmü? Yox, orkestr ifasında dinlədiyiniz musiqi sadəcə, məsəl üçün Qara Qaravın 7 Gözəl baletindəki o əsas mövzu deyil orkestr. Arxadakı trombon 19 takt çalıb birdən-birə si notu verə bilir. Və ya da ki, mən sadəcə orada stakata qırıq-qırıq notlar çala bilirəm. Yəni o əsas mövzunu çalmırıq biz. Ona görə biz nə improvizələr də olur. İmprovizələr də olur. Təbii notu itirdiyin zaman ağlına gəlir ki, hə burada falan notuydu, amma təbii o notun qarşısındakı olduğu komfortu da başqadır. Təbii, həm də məsuliyyəti başqadır. Təbii ki. Və ona görə də daha ciddi yanaşmaq lazımdır. Həm də məncə gözəlliyi ondadır. Çətindir. Hə, amma improvizə olmağı da onu belə improvizə edən həm də seçilən və daha sonra biraz daha qabağa gedən. Ya da irad bildirilən ki, Üzeyir Hacıbəyli nəsən necə improvizə edə bilərsən? Fikrət Əmirov deyə bu sən necə solo bir improvizə olmayıb, amma öz partiyasını yadına salmaq istəyən olub ki, burada necə etməliydim. Səs çox yüksəkdir. O xəbəri yoxdur, amma cəmaat improvizə. Bəli. Həmidə xanım, gəldik çatıb biz proqramın sonundan. Biz sizə çox təşəkkür edirik. Səhər tezdən gəldiniz, ruhumuzu musiqi ilə. Elə hiss elədim ki, mən filarmoniyadayam, o ab-havanı hiss elədim sizinlə. Suallarımıza cavab verdiyinizə görə, səmimiyyətinizə görə minnətdarıq. Çox sağ olun. Mən təşəkkür edirəm və hər kəsi filarmoniyaya bir dəfə də olsun gəlməyə tövsiyə edirəm. Çünki 6-dan 60-a hər kəsin zövqünə uyğun musiqi var. İstər klassika, istər pianino, istər də klassik retro musiqilərimiz. Biletlərimiz də çox uyğun qiymətdə, hər kəsi gözləyirik. Biz də gözləyirik. Mədəniyyətimizin, incə sənətimizin əziyyətini çəkənlərə isə uğurlar arzuluyuruq. Və təşəkkürlər. Yaxşı ki gəldiniz, yaxşı ki suallarımıza cavab verdiniz. Bizdə isə bugünlük bu qədər. Və sonda onu deyim ki, unutmayın, yenə də yalnız mədəniyyət. Sabaha qədər. Hələlik.